Salam, kanalıma xoş gəlmisiniz. Bugün Trendyoldan nələr aldığımı bilmək istəyirsinizsə, gəlin birlikdə açaq. İlk bağlamam Krem Amacdandır. Bu marka ümid edirəm ki, adını düzgün tələffüz elədim. Çünki ilk dəfədir sifariş verirəm. Ümumiyyətlə bu marka haqqında heç bir məlumatım yoxdur. Tişörtü bəyəndim. Çox yaxşı idi. Keyfiyyətlidir. Dəfələrlə yuyulmağına baxmayaraq tişörtlər nə bozarma rəngində, nə şəkillərdə bir rəng dəyişikliyi, heç bir dəyişiklik olmadı. Sadəcə nisbətən biraz qalındır. Daha isti havalar üçün uyğun deyil. Üzərinə duruşu isə mükəmməldir. Çox qəşəngdir. İkinci bağlamam isə kotundandır. Deməli bir nazik şalvardır, kətan. Çox qəşəngdir, materialı da çox qəşəngdir, rəngi də çox möhtəşəmdir. Dəfələrlə yuyulmağına baxmayaraq rəngində hər hansı bir dəyişiklik, bozarma qətiyyən baş verməyib. Üzərinə durmaq möhtəşəmdir. Çox sərin saxlayır, hətta çox isti havalarda belə istifadəyə yararlıdır. Çox bəyəndim. Bu arada kotun yox, Happiness'dən imiş şalvar. Üzr istəyirəm, marka adını səhv bildirdim. Yaxından da göstərməyə çalışdım. Çox möhtəşəmdir, tövsiyə edirəm sizə. İkinci ürünümdə tişörtdür. Nisbətən qalın material var. Ancaq üzərində görünüşü çox qəşəngdir və material özü bərk olduğuna görə çox şıq görsənir. Burada köməkçimin də əllərini görürsüz. Köynək kotundandır. Əslində köynək kotundan olduğuna görə şalvarı ondan səhv salmışdım. Dəfələrlə yuyulmağına baxmayaraq önündəki şəkildə heç bir dəyişiklik olmadı, heç bir ziyan görmədim. Çox qəşəngdir. Yəni məsləhət görürəm, mükəmməldir, istifadə etməyə dəyər. Hansı məhsulu daha çox bəyəndiyinizi zəhmət olmasa şərh bölməsində yazın. Hansı cür içərikləri gözləyirsiniz? Hansı içəriklər xoşunuza gəlir? Təkliflərinizi, iradlarınızı şərh bölməsində yazın. Sağ olun, sevgi ilə qalın.